Valla biabırçılıqdır. And ol Allaha biabırçılıqdır. O bəzi ailələr məni başa düşəcək nə demək istəyirəm. Hələ övladın hazırlığa göndərənlər də məni çox qəşəng başa düşəcək. Mən buradan müraciət edirəm cənab prezidentimiz İlham Əliyevə. Sonra isə baş prokurorumuza, cənab nazirimiz Vilayət Eyvazova müraciət edirəm, Daxili İşlər Nazirinə. Səhv deyirəmsə, ay gözəl insanlar, ay vətəndaşlar, deyin səhv deyirsən. Bir dənə belə bir sual vermək istəyirəm. Azərbaycan Respublikasında təhsil ocaqları, məktəblər nəyə lazımdır? Azərbaycan Respublikasının gəncləri oradan təhsil alsın, Azərbaycan üçün savadlı gənclər kimi yetişsin. Düzdürmü? Bir də belə bir sual verirəm. Bu bəzi müəllim və müəllimələr nəyə görə əmək haqqı alır? Nəyə görə saatlarını artırıb çoxlu əmək haqqı alırlar? İmtahan nəyə görə verirlər ki, saatları çoxalsın, əmək haqqı alsınlar? Çünki o məktəbdə dərs keçsinlər deyə, düzdürmü? O şagirdlərə dərs verməlidirlər, məcburdular. Onun üçün də əmək haqqı ayrılır. Cənab prezidentimizi onların əmək haqqısını artır. Bəzi müəllim və müəllimələrin. Maaşın artırır ki, sən get o təhsil ocağında, o məktəbdə Azərbaycanın gənclərinə, şagirdlərə dərs ver. Sənə ona görə əmək haqqı verilmir ki, sən gedib öz evində 50 manata, 60 manata, 70 manata hazırlıq keçəsən. Sənə nəyə görə maaş verilir? Evində hazırlıq keçəsən deyə. Uşaq gedir məktəbə, müəllim və müəllimələr bəziləri belə deyir, bala, sən universitet, kollecə bu məktəbdən qəbul ola bilməyəcəksən, bu cür səs-küydən. Sən ən yaxşısı gəl mənim evimə. Valideynin çox yaxşı bilir, 60 manata, 70 manata. Ay gözəl müəllimə, ay müəllim, sənə maaş, əmək haqqı nəyə görə verilir ki, o məktəbdə uşağa dərs keçəsən deyə, evində 60 manata hazırlıq keçəsən deyə verilmir? Evində hazırlıq keçəcəkdinsə, məktəbə sən niyə götürürlər? Cənab prezidentimiz sizin maaşınızı nəyə görə qaldırır? Bəzi kasıb ailələr, and ol Allaha, övladlarını hazırlığa göndərə bilmir. Bilmir evini dolandırsın, nə bilim evin kommunalını versin, yoxsa bilmir balasını hazırlığa göndərsin. And ol Allaha deyirəm, nə qədər savadlı gənclər, nə qədər savadlı uşaqlar bu dəqiqə dönərxanada kuryer işləyir, çayxanalarda işləyirlər. İşləmək eyib deyil ha. Prosta o gənc, o uşaq da, nə bilim onun valideyni də istəyir ki, övladı, o uşaq özü də istəyir ki, savadlı bir gənc kimi yetişsin. Müəllim və müəllimələr var ki, evin eləyib qazanc mənbəyi. Elə müəllimələr var ki, evinə o qədər tələbə gəlir ki, hazırlığa. Ev bərbad günə düşməsin deyə kənarda kirayə ev tutub. Kirayə tutduğu evi və ya öz evin eləyib qazanc verir. Sənə əmək haqqı verilir ki, təhsil ocağında, məktəbdə dərs keçəsən deyə. Sənə əmək haqqı verilmir ki, gedib evində hazırlıq keçəsən, özdə ödənişli 70 manata. Demirsən səs-küy. Uşaq hansısa uşaq oxumur, düzdürmü? Həfsə direktora məruz elə, məktəbdən uzaqlaşdırılsın. Oxumağa həvəsi olanlara sən canın çıxsın, dərs keç. Məktəbdə, sinifdə avara uşaqlar yoxdur, yetmiş uzaqlaşdırılsın da. Nə qədər oxumağa həvəsi olanlar var, amma ailəsinin hazırlığa verməyə pulu yoxdur deyə uşaq təhsildən geri qalır. Müəllimə də deyir ki, mən bu səs-küydə sənə dərs keçə bilmərəm. Universitet, kollecə qəbul olmaq istəyirsə, gəl mənim evimə hazırlığa. Götür, bu da mənim nömrəm. Valideyni və denə məni yığsın. Valideynlər var ki, 5 dənə hazırlığa pul verir. 70 manat, 80 manat, bilmir kitaba versin, test kitablarına, bilmir dəftər rüçkəyə versin, bilmir geyimə versin, bilmir məktəbə versin. Kasıb ailələrdə uşaqlarını oxuda bilmir. Buradan cənab prezidentimə yenə müraciət edirəm. Cənab prezidentimiz, cənab nazirimiz Vilayət Eyvazov, cənab baş prokurorumuz, bu bəzi müəllim və müəllimələr haqqında tədbir görülsün. Kimlər ki, məktəbdən çıxıb, məktəbdə dərs keçməyib, evində qazanc mənbəyinə çevirib öz evində pulla hazırlıq keçən müəllim və müəllimələr cinayətə cəlb olunsun. İnşallah səsimizə səs verirlər. Bəzi valideynlər, bəzi ailələr mənə başa düşdü, mən nə demək istəyirəm. Var olun, minnətdarım.